Salam, hər vaxtınız xeyir olsun dəyərli yoldaşlar. Mən Tərlan Rəcəb Aliyev sizlər üçün mövzu sınaq 1-in növbəti 10 testini bugün təqdim edəcəm. Bu test tapşırıqları 2019-24-cü illərin qəbullarında istifadə edilən test tapşırıqlarıdır. Bu arada ikinci şans imtahanına hazırlaşan, onlayn hazırlaşmaq istəyən abituriyentlərin nəzərinə bir məqamda bildirim. Onlayn təşkil etdiyimiz dərslərimiz haqqında ətraflı məlumat üçün qeyd etdiyim nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Sizə ətraflı məlumat yönəldiləcək. Biz isə qaldığımız növbəti 11-ci test tapşırığından davam etməyə başlayaq. Deməli, 11 nömrəli test tapşırığında qeyd edib ki, silindirik proyeksiyada tərtib edilmiş dünyanın siyasi xəritəsində daha az tərifə məruz qalan əraziləri göstərən sxemləri müəyyən edin. Xatırladım ki, bu test nümunəsi 2023-cü ildə mayın 20-sində qəbulda istifadə edilib 3-cü qrupların alt qrupu üzrə. Sualın izahına gəlincə, siz silindirik proyeksiyada ekvatorun tərifsiz, qütbə getdikcə tərifin artdığını bilməlisiniz. Bizdən daha az tərif istədiyinə görə ekvatora yaxın məntəqələri götürməlisiniz. Diqqət edirsinizsə, hər bir məntəqədə həm coğrafi uzunluq fərqi, həm də coğrafi enlik fərqi 10 dərəcəyə bərabərdir. Bu bütün məntəqələrdə belədir. Ancaq ekvatora yaxın olan məntəqələri biz bunun içərisində seçsək, doğru cavabı tapmış olarıq. Ekvatora yaxın olan məntəqəni təyin etmək üçün də enliklərə diqqət edirsiniz. Enliklər bu, üfüqi xətlərin qarşısında yazılan rəqəmlərdir. Qırmızı xətlə altından xət çəkirəm. Beləliklə, siz coğrafi enliklərin dərəcə qiymətlərlə tanış ola bilərsiniz. Bunların içərisində də ekvatora yaxın olan, sıfıra yaxın olanlardır. Sıfıra ən yaxın olan 5-cidir. 2 məntəqə seçsək, bir də 2-ci olacaq. Doğru cavabımız C-dir, hansı ki bunlarda nisbətən daha az tərifə məruz qalır. Ancaq daha çox tərifə məruz qalan desəydi, bu zaman əlbəttə ki, daha böyük olan 90-a, qütbə yaxın olan götürərdik. Məsəl üçün 4-cü və eyni zamanda 1-ci məntəqə, əgər 2 dənəsini seçiriksə. Bu şəkildə cavablandıra bilərdiniz. Bu arada, bu tapşırıq üzərində biz həm də hər bir obyektin, ərazinin hansı yarımkürədə yerləşdiyini də praktik olaraq cavablandırmağa çalışaq. Yadda saxlayın ki, dərəcə qiyməti enliklərdə aşağı doğru artırsa, deməli cənub yarımkürəsidir. Yuxarıya doğru artırsa, deməli şimal yarımkürəsidir. Qaldı ki, coğrafi uzunluqlara, əgər sol tərəfə artırsa, burada görürsünüz 0, sonra solu 10 olur. O zaman qərb yarımkürəsi olur. Yox, əgər sağa doğru artırsa, şərq yarımkürəsi olur. Beləliklə, birinci məntəqəmiz cənub və qərb yarımkürəsində, ikinci məntəqəmiz isə şimal və şərq yarımkürəsindədir. Özünüz üçün özünüzü yoxlayın, amma mən də cavablandırıram. Üçüncü məntəqə aşağıya doğru artdığına görə cənub, sola doğru artdığına görə də təbii ki, nə oldu? Qərb. Dördüncü məntəqəni də sürətləndirək, cavablandıraq. Yuxarıya doğru artanda şimal demişdim, sağa doğru artanda da şərq demişdik. Beşinci məntəqədə aşağı doğru artırsa cənub, sağa doğru artırsa şərqdir, cənub şərqdir. Bu şəkildə cavablandırdıq. Əlavə məlumat təqdim etdik. 12-yə baxaq. Şimal yarımkürəsində olan səyyah günorta vaxtı kölgənin 180 dərəcə azimutu göstərdiyini müşahidə etdi. 180 cənub istiqamətdir. Məntəqəmiz isə şimal yarımkürəsində yerləşir. Səyyahın hansı coğrafi enliklərdə ola biləcəyi müəyyən edin. Deməli, mayın 21-i 2023-cü ilin sualıdır. Bizim məntəqəmiz ekvator xətti ilə şimal tropikin arasında hansı bir enlikdə ola bilər? Buna uyğun cavabları seçməlisiniz. Belə bir hal yalnız bu aralıqda olduğu təqdirdə mümkündür. Buna uyğun 0-23-5 aralığında olan cavablar 1-ci məntəqə 12 şimal, 4-cü məntəqə və bir də 5-ci məntəqə ola bilər. Məsəl üçün, 12 şimalda dayanan şəxs, elə bir təsvir edərək sizə göstərsəm yaxşı olar. A məntəqəsi olsun. Hardadır? 12 şimal enliyindədir. Bu zaman ilin müəyyən vaxtı Günəş 12 şimal enliyi ilə 23,5 dərəcəlik enliklər arasında zenitdə olan zaman günorta vaxtı onunla eyni meridian üzərində olanda özündən harda görəcək? Şimalda görəcək. Və beləliklə biz nə deyirik? Günəşi şimalda görürsək işığın əksinə kölgə olacaq. Yəni kölgə cənubi olacaq, 180 azimutda olacaq. Amma 23,5 dərəcə şimal enliyindən şimaldakı məntəqələr, misal üçün elə buradakilərdən əlavə olaraq elə Bakıdan nümunə çəkirəm, 40 şimal. Biz günorta vaxtı Bakı şəhərində və yaxud da ki, hansısa bir tropikdən şimaldakı məntəqələr hər zaman günəşi günorta vaxtı harda görürük? Cənubda görürük. Çünki günəş harda zenitdə olur?
23.5'lər arasında, şimal və cənub tropiklərin arasında olur. Və bu məntəqələr Bakıya görə hər zaman nədir? Cənubdadır, günorta vaxtı. Və kölgəmiz daim hər zaman günorta vaxtı saat 12-də hara yönəlmiş olur? Şimala yönəlmiş olur. Belə. Bu arada kanalımıza daxil olaraq kölgə ilə əlaqədar hər şey paylaşmışam. Hansı ki bir videoda sizə kölgə ilə bağlı nə lazımsa geniş ətraflı təqdim etmişəm. Mütləq izləməyi unutmayın. Elə videonu burada saxlayıb daxil olub izləsəz böyük bir məqamı qazanmış olacaqsınız. Cavabımız nə oldu? 1, 4, 5. Buna uyğun D variantı. 13-cü test nümunəmizə baxaq. Profillər hər il qəbulda demək olar ki, axır vaxtlar istifadə edilir. Hər il deməyim. Bu arada bu 2023-ün qəbuludur. 2025 25 may tarixində keçilən qəbulda da bilirsiniz ki, profillə bağlı sualımız var idi. Profil də çox bəsitdir. Sadəcə gedişatı bilsəz. Burada profilin həllinə gəlincə Ağsu çayı təsvir edilib və bu arada oxla da onun müvafiq olaraq qərbə doğru, sola doğru axdığı göstərilir. Çay təsvir edəndə biz nəyə diqqət edəcəyik? A məntəqəsinə deməli biz çaya qədər əvvəlcə yamac alçalır. Daha sonra bu çaydan sonra təzədən yamac B-yə doğru inir, yüksəlir. Yəni A-dan çay dərəsinə doğru əvvəlcə Ağsuya qədər azalır, sonra qalxır. Bunu belə başa düşün. Qaldı ki, kəsmə yüksəlik özü bizə 5 metr olduğunu verib. Laf verməsəydi belə 90-dan 80-ə çıxıb 2-yə bölərək 5 metr olduğunu tapırdınız. B hansı hündürlükdədir? Təxminən 80 buradırsa, 90 budursa, bu 85 olsun. B də 85 ilə 90 aralığındadır. B necə oldu? 85 ilə 90 metr arasındadır. Çay hansı hündürlükdədir? 80 buradır, müvafiq olaraq 75 bura olacaq. Burada neçə metrdir? 70. Zaten özü verib. 70 verib. 70'in olduğu horizontalın üstündən gedirəm, diqqət edirsinizsə. Davam edirəm. Bu hissənin hansı horizontal olacaq? 70 burası, ondan biraz da aşağı nə olacaq? 65. 5 azalır axı. Bizim bu bir rəqəm qoyduğum yer, deyib bu nöqtə qoyduğum yer. Buradan yazıram. Bir rəqəmimiz hansı hündürlüklər arasındadır? 70 ilə 65 aralığında. Balaca qeyd edək, sonra böyük qeyd edərəm. Davam edirəm. Bir də A məntəqəsinə diqqət edək. A məntəqəsi 80-dən sonra müvafiq olaraq 85, sonra 90, 95. A məntəqəsi 95 ilə 100 horizontalı arasındadır. Bura 100-dür, burada 95. Deməli, A məntəqəsi hansı hündürlüklər arasında oldu? Müvafiq olaraq 95 ilə 100 metr arasında oldu. Həm də bir məqama da diqqət edəcəksiniz. Əgər horizontallar sıxdırsa, həmin yamac dikdir. Aralıdırsa, nisbətən az meylidir. Bu yanaşmaları biləndən sonra təxminən dik yamaç boyunca 95-100 metr aralığında A məntəqəsinə düşürük. Hara qədər? 65-70 aralığına. Daha sonra da 85-90 aralığı olan B məntəqəsinə qalxırıq. Buna uyğun, əlbəttə ki, biz əvvəl düşüb sonra qalxmalıydıq. Plus da A da hansı hündürlüklər arasında olmalıdır? 95-100 aralığında olmalıdır. Nəsə, bizim A variantımız gördüyünüz kimi olmur. A hardadır? 70-dən də aşağıdır. Əlbəttə ki, olmaz. Təxminən belə düşüb sonra qalxırdıq. A variantı tamamilə xətalıdır. B-də də biz 95-dən yuxarı olmalıdır. A məntəqəsi, diqqət edin, 95-100 aralığındadır. Amma B-də biz onu görmürük. 90-dan azdır. C-də də biz A məntəqəsinin 90-dan az olduğunu görürük. Əlbəttə ki, bu da ödəmir. D-də də 90-dan azdır, bu da ödəmir. Ancaq Y variantı bizim doğru cavabımızdır. Həqiqətən də A, biz nə demişdik? 95 ilə 100 aralığında olmalıdır. Və horizontallar sıx olduğuna görə yamaç deməli dikdir. Təxminən 70-65 aralığındakı bu bir rəqəm qoyduğum hissə bura idi. Ağsu çayın dərəsi. Sonra isə 85 ilə 90 aralığındakı B nöqtəsi olduğu yamaca qalxırıq. Müvafiq olaraq göstərdiyimiz cavabı bir də profildən izləyin. Həqiqətən də bu şəkildə. Yəni, bu qədər yazını geniş yazmağın bununla bağlı gələcəkdə qarşılaşa biləcəyiniz növbəti sualda rahatlıqla ötəsinə gəlmənizdir. Böyük ehtimal ki, ya imtahanda profil düşməyəcək. Çünki yaz imtahanında düşdü. Amma düşsə belə düşünürəm ki, başa düşənlər çox rahatlıqla yazacaq. Yəni, heç də çətin deyil. Profil Şagil Önkəsin yanından təsviridir. Bu video sizin köməyinizə çatacaq. Demin hissə 1 testində əlbəttə ki, birinci mövzuda bununla bağlı
Çoxlu nə var? Nümunə testlər var. Onlara diqqət edin, işləyin, arxadakı cavablarla birinizi yoxlayın. Biz isə davam edirik. 14 nömrəli test nümunəsi. 2022-nin qəbuludur. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Astara şəhərləri arasında ən qısa məsafə santimetrlərlə verilmişdir. Hansı xəritənin miqyası daha böyükdür? Burada əlbəttə ki, bir çox şagird miqyas anlayışında yanlış qərar qəbul edir. Hansı ki, daha kiçik olan böyük, böyük olan kiçik düşüncəsi ilə tezbazar nəyə götürür? Üçüncünü götürür. Bu yanlışdır. Doğru cavabımız nədir? 2 ilə verilən buna uyğun A variantı olacaq. Niyə belədir? Gəlin bunu nümunələrlə təqdim edək. Yəqin ki, siz elə belə deyək, coğrafiyanın dərs keçirilən otağında diqqət etmişsiniz. Divarda deyək ki, yarımkürələr xəritəsi var, yaxud da ki, dünyanın siyasi xəritəsi var. 1 bölünsün 25 milyon. 1, 2, 3, 4, 5, 6. Bu bizim birinci xəritəmiz olsun. Bir də Azərbaycanın fiziki xəritəsi var. 1 bölünsün 600 min miqyaslı. Bizim 2 dənə miqyasımız var. Miqyasları müqayisə etməyi yəqin ki, bacarırsınız. Yəni, bölmədən sonraki rəqəm nə qədər kiçik olsa, miqyas o qədər böyükdür. Yəni, kəsir müqayisəsi idi də. Müvafiq olaraq 2də 1 və 10da 1-i müqayisə etsəz, məxrəci kiçik olan böyük olur demişdik. Davam edirik. Burada da əlbəttə ki, bölmədən sonraki rəqəm balaca olan o daha böyük miqyaslıdır deyə qeyd elədik. İndi bizim 1 bölünsün 25 milyon miqyaslı xəritədə yer səthində həqiqi ölçü 25 milyon dəfə kiçildilib. Bu zaman Azərbaycan onun üzərində təxminən diqqət edirsinizsə, onun şərqi-qərbi arasındakı məsafə, Bakı ilə deyək ki, şəhər arasında məsafə təxminən 1 santimetrdir. 1 santimetrdir, tam deyil, balaca bir şeydir. Ancaq 1 bölünsün 600 min miqyaslı xəritədə isə Şərur-Bakı arasında bir 90 santimetr məsafə var. Məsəl üçün deyirəm. Belə nəticəyə gələn ki, 25 milyonda yer səthi 25 milyon dəfə kiçildiyinə görə burada kiçilmə çoxdur. O zaman obyektin ölçüsü xəritədə olduqca kiçik verəcək. Azərbaycan 25 milyon dəfə kiçildəndə cəmi 1 sm olacaq. Azərbaycanın 600 min dəfə kiçildəndə isə cəmi 90 sm olur. Yəni daha böyük ölçü tutur xəritə üzərində. Az kiçiltmiş yaxı. İndi də burada miqyası daha böyük olan o deməkdir ki, xəritədə deməli bu az kiçildilib, xəritədə ölçüsü nədir? Daha böyükdür. Füsiyo. Düşünürəm ki, izahım başa düşüləndir. Başa düşməyənlər üçün də təkrar rəylərdə bildirin. Fərqli nümunələrlə izah etməyə çalışacağım. Davam edirik. Bu arada sizin üçün xüsusi bir-iki dənə qeyd edeyim. Onlar bir qızıl qeyd kimi yadda saxlayın. Hansı qeydlərdir o? Məsəl üçün, məsafə ilə bağlı 2 dənə xəritəni müqayisə edək. Birinci xəritədə AB məntəqələr arasındakı məsafə 10 sm verib. İkinci xəritədə isə bu məsafə, məsəl üçün 40 sm-dir. Bu zaman ikinci xəritənin müvafiq olaraq miqyasını birinci xəritə ilə müqayisə edək. Əlbəttə ki, qaydamız belə olacaq. Böyük ölçünü kiçik ölçüyə bölürsünüz. Müvafiq olaraq burada 40-ı bölürsünüz nəyə? 10-a. Bu da edəcək 4. Deməli, qeyd edə bilərik ki, İkinci xəritənin miqyası birinci xəritənin miqyasına görə 4 dəfə daha kiçikdir. Burada ərazini, üzr istəyirəm, ikinci böyükdür. Yəni, ikinci xəritə 4 dəfə daha böyükdür. Biraz diqqətsizlik oldu, problem deyil, təkrarlayıram. İkinci xəritənin miqyası birinci xəritəyə nəzərən 4 dəfə daha böyükdür. Sahədə isə kök altında bölməliyiz. Məsəl üçün, desəydik ki, hər hansı bir göl birinci xəritədə 10 kvadrat santimetr tutur. İkinci xəritədə isə müvafiq olaraq 40 kvadrat santimetr tuturdusə, bu zaman əlbəttə ki, siz kök altında böyüyü 2-ə bölərdiniz. Bu zaman kök altında 40-ı 10-a bölsəz, kök altında 4, ondan da neçə çıxır? 2 çıxır. Bu zaman deyəcəksiniz ki, ikinci xəritə, birinci xəritə nəzərən 2 dəfə miqyası daha böyükdür. Belə. Davam edək. Növbəti test tapşırığımız 15-dir. Diqqət edək. Yerin sxemdə verilən vəziyyətinə əsasən doğru fikirləri müəyyən etmək tələb edilib.
Bu sxemdə diqqət edirsiniz, lap yaxından göstərim. Tünd rənglə göstərilən ərazi haradır? Tamamilə tündür. Bu 66.5 şimal enindən şimal tərəf. Amma cənub qütb dairəsindən cənub qütbünə qədər olan ərazi işıqlıdır. Əlbəttə ki, cənub qütbündə qütb gündüzüdürsə, şimal qütb tərəfdə 66 gecədirsə, bu söhbət 22 dekabrdan gedir. Hansı ki, bu tarixdə günəş şüaları tropik xəttində neçə dərəcə düşür? 90 dərəcə düşür. Davam edirik. 22 dekabr tarixindən söhbət gedir. Bizə də doğru ifadələri soruşur. Birinci ifadəni indi oxuyacağım sizə. 1. Qış gündönümü günüdür, yəni 22 dekabrdır. Bu tarixdən sonra cənub qütb dairəsində gündüzün uzunluğu qısalır. Bəli, çünki 22 dekabrda cənub yarımkürəsində maksimum gündüzdür. Maksimum gündüzdür, deməli bu tarixdən sonra gündüzlər nə edəcək? Yavaş-yavaş qısalacaq. Doğrudur. İkinci ifadəyə diqqət edək. Danimarkada gecənin uzunluğu Portuqaliyadakindən daha qısadır. Yadda saxlayın ki, günəş hansı yarımkürədə zenitdədirsə, həmin yarımkürənin qütbünə doğru gündüzlər uzanır. Gecələr qısalır. İndi burada verilən tarixdə günəş harda zenitdədir? Cənubda. Bu zaman cənub tərəfdə, cənub qütbünə getdikcə gündüz uzanır, amma şimal qütbünə tərəf getdikdə gündüzlər qısalır. Təqdim edən hər iki ölkəni sizə xəritədə göstərim. Portuqaliya və Danimarka verilib. Deməli, Danimarka buradadır. Danimarka olsun. Portuqaliya da bu hissədədir. İndi daha şimalda olan hansıdır? Danimarka. Danimarka şimalda olduğuna görə verilən tarixdə də bilirik ki, günəş harda zenitdədir? 22 dekabrda, cənub tropikində. Oldu mu? 23.5-də. Bu zaman günəş burada zenitdə olduğuna görə şimala getdikcə gecələr uzanır. Yəni gündüzlər qısalır. Bu zaman Danimarkada gecə uzundur. Gündüz daha qısadır. Portuqaliyaya nəzərən. Burada nə deyirdi? Danimarkada gecənin uzun Portuqaliyadakindən daha qısadır. Xeyr, Danimarka daha şimalda olduğuna görə, bu verilən vəziyyətə görə Danimarkada gecə daha uzun olacaq. Davam edirik. Amma yay gündəmdə tərsinədir. Danimarka gündüz uzun olacaq. Bu da aydın məsələdir ki, günəş hansı yarımkürədirsə, onun qütbünə gedəndə gündüz uzanır demişdik. 3-də şimal qütb dairəsində qütb gündüzüdür. Tam əksinə biz sxemdən də tanış olduq ki, şimalda qütb gecəsində, cənubda da qütb gündüzü. 4-də yaz gecə gündüz bərabərli günüdür. Xeyr, qış gündönümü tarixidir. 22 dekabr tarixidir. 5-də cənub qütb dairəsində qütb gündüzüdür. Cənub qütb dairəsi 66.5-dir. Bu tarixdə əlbəttə ki, qütb dairəsi daxil olmaqla qütbə qədər hər yerdə qütb gündüzüdür. Doğrudur. Şimal qütb dairəsində isə həmin tarixdə qütb gecəsi müşahidə edilir. Şimal tropik xəttindən günəş olan günorta vaxtı düşmə bucağı 43 dərəcədir. Bu da doğrudur. Pratik olaraq həllinə baxaq. 90 dərəcə çıxılsın. Məntəqənin coğrafi enliyi şimal tropikdən danışır. 23.5 şimal enliyidir. Bu zaman zenit vəziyyətində biz bilirik ki, cənub tropikidir. Biri şimal, biri cənub toplayırsınız, edir 47. 90-dan da çıxanda edir 43 dərəcə və həqiqətən də doğru təqdim edilib. 1, 5, 6 doğrudur. Birinci ifadə ilə ikinci ifadəni dəqiq bilsəydin, doğru cavabı rahatlıqla ala bilərdin. Məsəl üçün, 1 doğrudursa 1 olmayan variantı silərdin. D gedər, Y gedər, C gedər. Sonra müvafiq olaraq 2-ni də sildik. Sonra 3-ü də silməliyik. 3-dəki ifadəni siləndən sonra artıq biz A variantı yox, müvafiq olaraq B variantı olduğunu təyin edə bilərdik. 1, 2, 3-ü tapanda. Növbəti ifadəyə baxırıq. 16. Qrafikdə şimal yarımkürəsində eyni meridian üzərindəki 5 fərqli məntəqədə hündürlüyü 1 metr olan şaqili dirəklərin günorta vaxtı kölgə uzunluqları verilmişdir. Buna görə hansı məntəqəyə günəş şüaları daha kiçik bucaq altında düşər? Kölgə ilə bağlı qeyd elədiyim kimi gözəl bir video çəkmişəm. İzləyib faydalana bilərsiniz. Kanalımıza daxil olub vərəqliyin aşağılarda paylaşılıb. Siz kölgə anlayışında bilməlisiniz ki, əgər günəşin düşmə bucağı 45 dərəcədirsə, bu zaman kölgənin uzunluğu şaqil dirəyə bərabərdir. Yox, düşmə bucağı 45-dən böyükdürsə, bu zaman kölgə qısa olur. Bu bir qaydadır. Kölgə ilə düşmə bucağı tərs mütənasibdir. Əgər düşmə bucağı 45-dən kiçikdirsə, bu zaman kölgənin uzunluğu daha çox olur.
Kölgə uzun olur. Yadda saxlayın. Kölgə şaquli dirəkdən daha uzun olur. İndi verilən tapşırığa diqqət edək. Bizə nə deyir? Günorta vaxtı kölgə uzun verilib. Buna əsasən daha kiçik. Daha kiçik bucaq altına düşəndə nə olacaq? Kölgənin uzunluğu daha çox olacaq. Nə demişdik? 45-dən kiçik olanda kölgə uzun olur. Kölgə nə qədər uzunsa, əlbəttə ki, düşmə bucaq o qədər qısadır. Burada da verilənlərdən ən uzunu D-dədir. 1 metr 60 santimetrdir. Buna uyğun da cavabımız bir dənə D olan hansı variantdır? A variantıdır. Daha sonra horizontalla bağlı 2025-də düşən sual da rahat idi. Hissədə 14 nömrəli test tapşırığı idi. 2022-ci ildə istifadə edən test nümunədir. Gördüyünüz kimi olduqca nədir? Rahatdır. Bu arada bizim fəaliyyətlərimizi ödənişsiz Telegram kanalımıza daxil olub oradan da yararlana bilərsiniz. Kanallarımızın linklərini rəylərdə qeyd edərəm. Rahatlıqla daxil olub kanallarımıza qoşula bilərsiniz. Atdığımız PDF-lərdən oradan faydalana bilərsiniz. Burada isə verilən testin izahını təqdim edək. 17-də müvafiq olaraq bizdə 5 cıqların kənardan toxunduğunu görürük. Bu zaman əlbəttə ki, müsbət qabarıq relyef forması olduğunu deyə bilərik. 2 dənə təpə var. Bir B olan təpədir. Bu daha hündürdür. Horizontal sayı çoxdur. Bir də A nöqtəsinin olduğu təpə. Burada əlbəttə ki, ən aşağıda hansı olacaq? L nöqtəsi. L ən aşağıdakıdır. Ondan sonra nə gəlir? X məntəqəsi gəlir. Müvafiq olaraq X. X-dan sonra A-nın S eyni hündürlükdədir. Bir dənə baxın. Bu birinci horizontal, bu ikinci horizontal, bu 3. A neçənci horizontaldadır? 4-cü horizontaldadır. Bir də bu tərəfdən gedək. X 3-cü horizontaldadır. S 4-cü horizontaldadır. Diqqət edirsinizsə, həm A, həm də S eyni hündürlüyə malikdir, amma X-dan da hündürdür. Deməli, A və S bir-birinə bərabərdir. S-dən sonra artıq burada 5-ci horizontalda biz K-nı görə bilərik. Ondan da yuxarıda zirvə olaraq B-ni görə bilərsiniz. Buna uyğun cavabı axtara bilərsiniz. Y variantında belə bir cavab mövcuddur. Növbəti test 18 nömrəli testdir. Ekranı təmizləyib davam edin. 18-ə baxaq. Xəritə sxemdə verilmiş A nöqtəsindən uçuşa başlayan təyyarə əvvəlcə 180 azimuta, yəni cənub istiqamətində 8880 km. Yadda saxlayın, 0-360 şimala və yaxud da 180 cənuba gedəndə biz meridian üzərində gedirik. Bu zaman 111-ə bölməlisiniz. A nöqtəsinin olduğu koordinata baxın. 60 şimali ilə 90 dərəcə şərq uzunluğudur. Müvafiq olaraq buradan da 180 azimut cənub istiqamətində biz neçə kilometr getmişik? Çox getdi elə bil. 8880 km getmişik. Bunu da 111-ə böləcəksiniz. Gəlin bölək. 8880-i 111-ə bölərsiniz meridian üzərində getdiyimizə görə. Bu da 80 dərəcə edir. A 60 şimaldadır. 60-ını ekvatora qədər gələrsən. 80 getmək üçün biz 20 cənuba çatarıq. Əla. 80 dərəcə düşdük. 20 cənuba çatdıq. Buradayıq. Daha sonra neyləmişik? Sonra isə şərq. Şərq üfüqün sağ tərəfidir. Deməli, şərq istiqamətində 40 dərəcə getmişik. Burada artıq kilometrini hesablamaya ehtiyac yoxdur. Birbaşa özü verib. Biz hansı uzunluqda idik? 90 şərqdə idik. Bir 40 dərəcədə şərqə getsək, 90 üzərinə 40 gəlsək, 130 edir. Təxminən elə bu araltı bir şeydir. Belə bir məqam qeyd edək. 40 dərəcə getdik. Hara çatdıq? 130 dərəcə şərq uzunluğuna çatdıq. Amma enliyimiz hansı enlikdir? 20 dərəcə cənub enliyidir. Gəlin B nöqtəsi qeyd edək. B nöqtəsi hansı koordinatlara malik oldu? 20 cənub enliyi, 130 dərəcə qərb uzunluğu. Davam edirəm. Buradakı əlavə məqamları silim. Diqqətinizi çoxlu yazı yormasın. Davam edirəm. Nə veribdir? Təyyarənin yerə indiyi məntəqənin coğrafi koordinatları dedik. 20 cənub, 130 şərq. Və onun Bakı şəhəri ilə yerli vaxt fərqini müəyyən edin. Bakı şəhəri 50 şərqdədir. Bilirsiniz ki, 50 şərq olsun. Lap bunu biraz da qıraqdan çəkək. Hər nəsə. Bizim məntəqəmiz hansı uzunluqdadır? 130 dərəcə şərqdir. %30 şərqlə 50 şərq arasında nə qədər coğrafi uzunluq fərqi var?
Əlbəttə ki, yerli vaxt fərqini tapmaq üçün ilk öncə çıxırsınız. İkisi də şərtdədir. 80 dərəcə coğrafi uzunluq fərqi var. 80 dərəcənin də bizə nə qədər yerli vaxt fərqi verdiyini tapmaq üçün 15-ə bölərsiniz. 1 saat 15 dərəcə dönür. 5 dəfə 75 elədi. 5 qaldı. 5 dərəcəni də 4-ə vuraraq dəqiqə kimi qeyd edə bilərsiniz. Bu da 20 dəqiqə deməkdir. Yəni 5 saat 20 dəqiqə yerli vaxt fərqi var. Onu da bilməlisiniz ki, bizim B məntəqəsi daha şərtli olduğuna görə yerli vaxtı 5 saat 20 dəqiqə Bakıdan irəlidir. Coğrafi koordinatı 20 cənub 130 şərq. Yerli vaxt fərqi də 5 saat 20 dəqiqə. Sualı belə edeyim, bu şəkildə baxın. A variantı doğru cavabdır. Son illərdə bu 18 tipli sual nümunələri tez-tez istifadə edilir. İndi mən eyni sual tipini çox salmaq istəmədim. Biraz rəngarənglik olsun deyə fərqli suallara müraciət etdim. Amma son illərdə dediyim kimi tez-tez istifadə edilir. Sonra 19 tipli tapşırıqlara da tez-tez yer verilir. Azimutla bağlı belə yanaşmalar var. Diqqət edin. A və B məntəqələri ekvator və Greenwich meridianın kəsişdiyi nöqtədən eyni məsafədədir. Lakin A məntəqəsi bu nöqtələrdən 225, B nöqtəsi isə 315 dərəcəlik azimutda yerləşir. Bunları belə təsvir edək də. Misal üçün bu ekvator olsun. Deməli, bu da bizim Greenwich meridianımız olsun. Bunların kəsişməsindən müvafiq olaraq A məntəqəsi 225 azimutdadır. 225 cənub-qərb istiqamətidir. Bu A məntəqəsi olsun. B məntəqəsi isə 315 azimutdadır. Bu da şimal-qərb olsun. B nöqtəsi. İndi isə bizə sualda verib ki, A məntəqəsini B məntəqəsindən fərqləndirən əlamət, yəni A-nı B-dən fərqləndirən əlamət. Əvvəla bir-iki ifadə deyim ki, bu A-B üçün hansı ifadələr doğru olar? Siz A-la B-nin enlik olaraq dərəcə qiyməti eyni olduğunu, amma əks yarımkürədə olduğunu bilməlisiniz. Məsəl üçün, hər ikisi deyək ki, A 10 dərəcə cənub enli çatıbsa, B də 10 şimalı olacaq. Amma hər ikisi eyni meridiyanda olacaq. Deyək ki, hər ikisi 30 qərbdədir və yaxud da ki 20 qərbdə olacaq. Eyni meridiyanda da olanda biz nə deyirdik? Eyni saat qurşağında olacaq, yerli vaxtları eyni olacaq və yaxud da ki yeni ilə eyni daxil olacaq və s. daxil. Bu arada ekvator nəzərən də bunların belə deyək, uzaqlıqları eynidir. Bu da deməkdir ki 21 mart 23 sentyabrda eyni bucaq altında günorta vaxtı günəşi görəcəklər. Sualda nə deyir? A-nı B-dən fərqləndirən ifadə. Bakı şəhərinə daha uzaqdadır. B şimaldadır, Bakı da şimaldadır. B nisbətən Bakıya yaxındır. Bakı da təxminən buradadır, məsəl üçün, şimal və şərqdədir. B daha yaxındır, A uzaqdadır. Həqiqətən də A-nı B-dən fərqləndirən ifadə kimi biz bunu qeyd edirik ki, A daha uzaqdır, B daha yaxındır. Doğrudur. 2-də 21 mart tarixində günəş üfüqdə daha tez batır. Bu yanlışdır. Bu tarixdə eyni meridiyanda olduğuna görə günəşi eyni vaxtda qarşılayacaq, eyni vaxtda da yola salacaq. Tez batmaz, eyni olacaq. 3-də cənub qütbünə daha yaxındır. A cənub yarımkürəsində deyənə cənub qütbünə daha yaxın olacaq. Cənub qütbünə deyək ki 90 cənub enli buradadır. A daha yaxındır, B isə uzaqdadır. B şimal qütbünə yaxındır. Yerli vaxtı daha irəlidir. Biz az öncə bildirdik ki, bunlar mavi ilə çəkək. Eyni meridiyanda olacaqlar. O deməkdir ki, yerli vaxtları və yaxud da ki, qəbul etdiyi saat quşaqları eynidir. Davam edirik. 5-də 180 dərəcəlik meridiyandan daha uzaqda yerləşir. Meridiyanlar əlbəttə ki, eyni olduğuna görə bu AB-də 180-dən və yaxud da ki, başqa bir meridiyandan eyni uzaqdadırlar. Yəni, o yüzdən də daha uzaqda olması ifadəsi nədir? Yanlışdır. Eyni məsafədədir. 6. Yay gün dönümü günü günorta vaxtı günəş şüaları daha kiçik bucaq altında düşür. Bu doğrudur. Çünki bu tarixdə 22 gün tarixindən söhbət gedir. Günəş şimal tropik üzərində zenitdədir. Və şimaldakı B məntəqəsində daha böyük, cənubdakı A məntəqəsində isə daha kiçik bucaq altında düşəcək deyə qeyd edə bilərik. Əlbəttə ki, 6-dakı ifadədə nə oldu? Doğru oldu. Cavabımız nə oldu? 1, 3, 6 buna uyğun B variantı. 20. Türk dünyası ilə Polaris qütb ulduzunu inteqrasiya ediblər. Ümumiyyətlə siz üfüqün cəhətlərinin təyin edilməsində istifadə edilən yerli əlamətlər içərisində günəşin üfüqdəki vəziyyəti və gün ərzində kölgənin istiqaməti, həmçinin də qütb ulduz anlayışına xüsusi diqqət edin.
Qütb ulduzu Polaris, siz bilməlisiniz ki, yalnız şimal yarımkürəsində görünür. Belə bir təsvir sizlər üçün edək. Bu yer kürəsi olsun. Bu da Polaris, qütb ulduzu olsun. Qütb ulduzu biz yalnız harda görə bilərik? Şimal yarımkürəsində. Daha yaxşı təsvir etmək üçün bircə də gözləyin. Əla. Bizim deməli ekvatorumuz da çəkildi. Qeyd eləyək, ekvatorumuzdur. Bu da bizim qütb ulduzumuz olsun. Polaris kiçik ayı bölgünün quyruğundakı ən parlaq ulduzdur. Daim şimal qütbümüz, yəni yazaq 90 şimal enliyi. Bura 90 dərəcə bucaq altında düşür hər zaman. Qeyd eləyək, 90 dərəcə. Xatırladım ki, 2021-ci ilin qəbul test nümunəsidir. Və biz bayaq bildirdik ki, yalnız şimal yarımkürəsində görünür. Ekvator və cənubda görünməz. Bir də onu da yadda saxlayın ki, məntəqə hansı enlikdədirsə, ona o bucaq altında düşür. Deyək ki, Bakı hansı enlikdədir? Bakı 40 şimal enliyindədir. Qeyd edək. Deməli, Bakının olduğu paralelə neçə dərəcə düşəcək? Elə 40 dərəcə bucaq altında düşəcək. Bu şəkildə bildirdik. Davam edək. İndi siz əlbəttə ki, bu test nümunəsində şəhərlər qarşısında onların enlikləri verilmədiyinə görə, yəni konkret olaraq biz əzbərdən bilməsək belə testi necə yaza bilərik? Xəritədə əlbəttə ki, siz bu şəhərləri Türk dünyasında mövzu olaraq keçmişsiniz ki, hansı müstəqil və ya Türk dövlət qurumunun paytaxtı olmasından tanış edilmişsiniz, yeri ilə də tanış edilmişsiniz və əlbəttə ki, müqayisə edərək daha qütbə yaxın olana, deməli qütb ulduzu daha böyük bucaq altında olacaq. Ekvatora yaxın olana isə daha kiçik bucaq altına düşə biləcəyini təyin edə bilərdiniz. Bizdən də sualın şərtində azalmasına görə dediyinə görə siz nə etməlisiniz? Şimaldan cənuba doğru düzəcəksiniz. Yəni daha yuxarıda yerləşən hansıdır bunlardan? Yakut. Deməli 3 ilə başlayırsınız. 3. Daha sonra Yakut Saxa Respublikasının mərkəzi şəhərdir, paytaxtıdır. Rusiya Federasiyasının Sibir regionunda yerləşir. Kazan da Ural-Volqa boyu regionunda yerləşən şəhərdir. Daha sonra Tatarstanın paytaxtı Kazanı qeyd edərsiniz. Növbəti Türkiyənin paytaxtı Ankaranı qeyd edə bilərik. Müstəqil respublika olaraq bir digər də Aşqabatı bildirə bilərik. Türkmənistan paytaxtıdır. Beləliklə 3-4, 1-2 azalma ardıcıllığıdır. Təxminən bunların enlikləri Ankara 39-40 şimal, Aşqabat təxminən 37-38-ə yaxın bir şimal enliklərindədir. Yakut 62-63 dərəcə şimal enlikləri, Kazanda bir 55-56 şimal enliklərində yerləşir. Bunları gözləyici xəritəyə baxaraq elə belə dedim. Yenə də deyirəm, bunları belə əzbər bilmənizə ehtiyac yoxdur. Onsuz da abituriyent oturub şəhərlərin hansı enlikdə və ya uzunluqda dəqiq yerləşdiyini bilməməlidir, ehtiyac yoxdur. Amma müqayisə etməyə bacarmalıdır. Məsəl üçün, qütb ulduzu Qahirə yoxsa Bakıya hansı şəhərə daha böyük bucaq altına düşür? Təbii ki, Bakıya. Misrin paytaxtı Qahirə nədir? Daha üst enlikdir, tropik enlikdir, təxminən 30 şimaldadır. Bakı yoxsa Paris. Paris daha şimaldadır, ona böyük bucaq altına düşür. Paris yoxsa London, London deyəcəksiniz, o daha şimaldadır. London yoxsa Oslo, Osloya daha böyük bucaq altına düşər. Oslo yoxsa Reykjavik, Reykjavik bu arada qeyd edəcəksiniz ki, ən şimaldakı paytaxtı İslandiyanın paytaxtı. Ora daha böyük bucaq altına düşər. Siz əlbəttə ki, qütb uluduzuna bağlı coğrafi obyektlərin üzərinə düşüb-düşmədiyini və s. anlayışlarda tez-tez görə bilərsiniz. Yəni adalarda və yaxud da ki, hər hansı bir yarımadalarda qütb uluduzu görünüb-görünmədiyini təyin etmək üçün onun şimalda yoxsa cənubda olduğunu təyin etmək kifayət edir. Yalnız şimaldakılar görür demişdik. Bir də azimutla bağlı belə bir ifadə düşə bilir. Məsəl üçün, 40 şimal enliyində olan şəxs 90 dərəcə azimutla hərəkət edirsə, qütb uluduzu özündən hansı istiqamətdə görəcək? Yəni təsəvvürlə Bakıda dayanmışıq və şərqə doğru gedirik. Bu zaman qütb uluduzunu solda görəcəyik. Müvafiq olaraq bəs biz misal üçün 20 şimalda bu səfər 270 azimutla gedirik. 20 şimal burada 270 azimutla gediriksə, qütb uluduzunu sağımızda görəcəyik. Və yaxud da ki, deyək ki, 10 şimaldayıq, 0 azimutla gedirik. 0 şimala doğrudur. Bu zaman qütb uluduzu önümüzdə görəcək. Və yaxud da ki, 60 şimaldayıq, 180 azimutla gedirik. Cənuba gedəndə qütb uluduzunu özümüzdən arxamızda görəcək. Çaşdırmaq üçün güvən testində belə bir tapşırıq vardı. Məsəl üçün, 10 cənubda 90 azimutla gediriksə, qütb uluduzu harada görərik? Solda görərik, yoxsa görmərik. Çünki nə demişdik? Cənub yarımkürəsində qütb uluduzu görünməz. Belə.
Yoldaşlar, hələlik bu video burada yekunlaşdırıram. Çox uzun olur. Sonra siz çox yorulursunuz. Növbəti videoda qalan tapşırıqlarımıza inşallah keçid edərik. Hələlik özünüzə müğayət olun. Kanalımıza abunə olmağı unutmayın. Videolarımızdan vaxtında xəbərdar ola biləsiniz deyə. Özünüzdən də müğayət olursunuz. Növbəti dərslərimizdə, videolarımızda görüşənədək. Allah'a əmanət olun, sağ olun.